Hörmətli izləyicilər, gününüz uğurlu olsun. Xırdalan şəhərində Milyonçular məhəlləsi deyilən bir ərazidə sizə bir dənə elə bir gözəl ev təqdim edəcəm ki, 3 mərtəbədən ibarətdir. Kamera sistemindən tutmuş, hər bir şey nə qədər var. Bu həyət evində nə görürüksə, hər bir şey qalacaq. A-dan Z-yə hər bir şey keçək. Tanış olaq. Həyətimizdə belə bir səliqəli, bağlı, bağçalı, gözəl bir həyət yanı sahəmiz var. Ev yiyəsi sadəcə xaricə köçdüyü üçün bu gözəl evi gözəl bir qiymətə təqdim eləyir. Bir daha qeyd edirəm, nə görürüksə hər bir şey qalacaq. Yayda istirahət etmək üçün belə bir gözəl oturma alanımız var. Həyətimizi buradan da göstərim. Burada da bizim birinci mərtəbədə olan belə bir gözəl hissəmiz var. Yay mətbəxi, hər bir şeyimiz var. Göstərim sizə, hörmətli izləyicilərim, belə bir sözün əsl mənasında alıb yaşanmalıydı. Keçək ikinci mərtəbə ilə sizi tanış edim. Hörmətli izləyicilər, həyət yanı sahəmizi bir də sizə belə göstərim. Keçək evin içərisinə. Giriş hissəmizdir. İkinci mərtəbədə girişdir. Girişdə belə bir gözəl dolab yığılıb. Bir daha kamera sistemli bir evdir. Burada da gördüyümüz kimi mənzilimizin ürək açan bir qonaq otağımız var. Bir daha qeyd edirəm, mənzildə nə görürüksə, hər bir şey qalacaq. Bir-iki şəxsi əşyalardan başqa digər hər bir şey qalacaq. Burada mənzilimizin belə bir bahalı mətbəx hissəmiz var. Mətbəx mebelindən təchiz olunub. Hər bir şey bu mənzildə idealdır, şəxsidir. Öz zövqlərə, istəklərə görə qurulub. Birinci mərtəbədə olan sanitar qovşağımızdır. Gördüyümüz kimi hər şey yaxşısından, bahalısından və keyfiyyətçisindən istifadə olunur. Keçək ikinci mərtəbə ilə sizə tanış edim. Hal-hazırda üçüncü mərtəbədəyik, hörmətli izləyicilər. Bir daha qeyd edirəm, mənzildə hər bir şey qalacaq. 3 ədəd geniş yataq otağımız var. Bu yataq otağından da birbaşa eyvan hissəmizə çıxış var. Eyvan hissəni də belə göstərim sizə. Güllü bağçalı belə bir eyvan hissəmiz var. Keçək